Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Allahümme accel li veliyyikel farac. Esselamu aleyküm əziz dəyərli möminlər. Xoş gördük sizləri. Allah ibadətlərinizi, tutduğunuz orucları sizlərdən və bizlərdən ali dərəcədə qəbul eləsin inşallah. Bildiyimiz kimi Ramazan ayıdır, gözəl aylardan biridir. Allahın rəhmət, mərifət, əxlaq aylarından biridir. Bu ayda çoxlu dua, istiğfar, tövbə etmək lazımdır. Allahdan bağışlamaq diləmək lazımdır. Həqiqətən Ramazan ayında bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ayda Allah Teala bizim tövbə və rəhmət qonaqlığı qərar verib. Bu ziyafətdən daha yaraşıqlısı, belə qonaqdan daha sevimli olan varmı? Bir halda ki, ziyafətin sahibi təmənnasız nemət verən Allahın özüdür. Yəni, hər bir neməti bizə təmənnasız verib. Yediyimiz ola, mənəviyyatımız ola, hər bir neməti Allah bizə təmənnasız vermişdir. Qonaqlığa dəvət edən isə əziz Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və alihi və səlləmdir. Süfrədəki nemətlərimiz nədən ibarətdir əzizlər? Süfrədəki nemətlərimiz duadır, ibadətdir və tövbədir. Allahdan çoxlu dua eləyək, çoxlu ibadət eləyək, namazlarımızda çoxlu ibadətlərimizə fikir verək və tövbələri çoxaldıq. Çünki İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bu ayda insan çalışmalıdır ki, çoxlu təsbih desin, özünü paklaşdırsın, dilini, nəfsini, hər bir kəlmə ilə öz qəlbini paklaşdırsın insan. Süfrədəki nemətlər də bundan ibarətdir ki, insan dua, ibadət və tövbə etməlidir bu ayda. Çoxlu tövbələr etməlidir. Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad eləyər. Orucun mənəvi faydası budur ki, insan bədənini dünya nemətlərindən məhrum eləyir bu ay. Səhərdən axşama qədər insan Allahın verdiyi nemətlərin heç birisindən istifadə eləmir. Özünü qoruyur, öz nəfsini qoruyur ki, Allahın vacib buyurduğu orucu neyləsin, kamilləşdirə bilsin və onu axıra qədər çatdıra bilsin. Əlbəttə ki, bu halda insan irfan yoluna daha da sürətlə keçər, daha da Allaha yaxınlaşır. Çünki onun diqqəti mənəvi mövzularda Allaha yönələr. İnsan əgər həqiqətən baxarıq ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, insan elm öyrənəndə onu acqarını öyrənsin. Ki, acqarına insan tez o elmdən tez faydalana bilər. Amma Ramazan ayda budur ki, insan oruç tutarkən həm nəfsini, həm ibadətin, həm itaatin ona çoxlu faydaları vardır. Çünki onun diqqəti mənəvi mövzularda Allaha yönələr ki, oruç tutan şəxs Allah barədə daha çox düşünər. Həqiqətən oruç tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha da yaxından tanımış olar. Necə ki, Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm qızı xanım Fatimə Zəhra salamullah aleyhə buyurdu. Qızım, əgər oruç tutan öz dilini, qulağını, gözünü, əl ayağını, bədən üzvlərini haramlardan saxlamış olsa, orucun ona faydası vardır. Yox, elə bir dənə fəqət yemək, içməkdən özünü saxlayıbsa, o orucun ona heç bir faydası olmaz. Qızım, sənə tövsiyəm, vəsiyyətim budur ki, əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucun ona heç bir faydası olmaz. Oruc budur ki, insan həm dilini, qulağını qeybətdən, digər o şeytanın rəzilə sifətləri ki var, onlardan özünü neyləsin, saxlasın. İmam Sadiq əleyhissalam bu mövzuda digər bir hədisdə buyurdu ki, oruç tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruç tutsun insanın. O həzrət digər əzaları da sadalayır və buyurdu ki, oruç tutduğun gün oruç tutmadığın gün kimi eyni olmasın. İndi biz oruç tuturuq, onda da qeybət eləyək, oruç tutmadığımız gündə qeybət eləyək. Bunun arasında heç bir
fərq olmaz. Allahdan dua elə bizi həqiqi ibadət eləyənlərdən, dua eləyənlərdən və tövbə edənlərdən qərar versin və Allahdan dua elə ki, Mövlamız sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.